Siyəzən rayonunun Orta Həmiyə kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib. Kəndin girişində şəhidlərin əziz xatirəsinə inşa edilən bulaq kompleksinin qarşısında təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, agentliyin tabeliyində olan Regional Su Minerasiya Xidmətinin idarə heyətinin sədri Zakir Quliyev və digər şəxslər iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır. Çox əziyyətlər çəkirdik. Borularımız tamamilə korroziyaya uğramışdı. Demək olar ki, su bizdə yox idi. Bəli, bugün şükür Allaha, çox sağ olsunlar Su Minerasiya İdarəsi bizim üçün daimi su çəkirdi. Fasiləsiz olaraq 24 saat su verildi. Su Minerasiyası çox sağ olsun ki, bizdə sular saatlarla verirdilər. Gündə 1 saat, saat yarım beləsinə olurdu. Sağ olsunlar ki, bu çətinliyi aradan qaldırdılar, su çəkdilər, yolumuzu abadlaşdırdılar. Məlumat verilib ki, Siyəzən rayonunun Orta Həmiyə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunaraq kənddaxili şəbəkə qurulub. Bu çərçivədə uzunluğu 3 kilometr olan su xətti çəkilib və 76 abonentə ev birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotu və sudan qənaətlə istifadə məqsədi ilə bütün abonentlər su sayğacları ilə təmin olunub. Ümumilikdə Orta Həmiyə kəndinin 261 nəfərlik əhalisinin günlük 60 kubmetr su tələbatı yeni yaradılan şəbəkə vasitəsilə tam qarşılanır. Bunu da qeyd etmək istərdim ki, Həmiyə kənd əhalisinə içməli su gün ərzində 2-4 saat müddətinə verilmişdir. Mövcud vəziyyəti nəzərə alaraq Həmiyə kəndinə 3000 metr uzunluğunda korroziya və yüksək təzyiqə davamlı, müxtəlif diametrli boru xətlərindən istifadə olunaraq kənd əhalisi 24 saat dayanıqlı, fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Qeyd edək ki, hazırda rayon üzrə 14 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 2025-2026-cı illərdə Siyəzən rayonunun Tuğay və Zarat kəndlərində də mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması planlaşdırılır. Bununla yanaşı tullantı su təmizləyici qurğularında təmir bərpa işlərinin aparılması və suyun zərərsizləşdirilməsi üçün elektroliz qurğusunun tətbiqi nəzərdə tutulur.